Lənkəran Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında, paytaxt Bakıdan 268 kilometr uzaqlıqda yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Lənkəran dörd bir tərəfdən meşələrlə əhatə olunmuşdur ki, bu da şəhərə xüsusi gözəllik verir. Bu diyarın zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Lənkəran torpağı isti su bulaqları ilə də zəngindir. İnsanlar şəfa tapmaq üçün bu sulardan istifadə edirlər. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, feyxua, limon və narıngı kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Bayraq rəngi var səndə, sən bir qızılsan. Gəl Xəzərim, Xəzərim, könlüm sənə bağlı. Gəl Xəzərim, Xəzərim, Xəzərimin dalğalarının çırpıntısı ruhuma oxşuyur. Bir yanı Xəzər, bir yanı yox, Bakı yox. Bir yanı Xəzər, bir yanı cənub şəhərim Lənkəran.